Oktyabırda mən bir şey vəd edə bilirəm ki, döyüş qan ilə bitəcək və çox uzanmayacaq. Mən Lightweight-in zaten çempionuyam və mənim olanı almaya gəlirəm. Mən inşallah da kəməri mən alacağım. Bütün dünya durur mənim üçün. Ancaq döyüşə fokus oluram. Yox, elə bir yanaşmam yoxdur. Çünki istədiyim kimi içimdən nə gəlirsə elə davranıram. Bütün döyüşlərini sevirəm. Çünki o insan mənim üçün əfsanədir. Mən heç bir döyüşçünü öz döyüşümə bənzətmirəm və ya özümü başqa bir döyüşçüyə bənzətmirəm. Amma Bədir Halini çox sevirəm, pərəstişkarım. Nə gözləməyəcəklər ki? Çox gözəl şeylər gözləyəcəklər. Daha 3-5 dənə sual soruşdunuz. O sualların hamısında bir dənə cavab verirəm bilərsən. Sən deyə bilərsən ki, mən gedib voleybol oynayıram. Deyə bilərsən gedirəm futbol oynayıram. Deyə bilərsən gedirəm tenis oynayıram. Amma deyə bilməzsən gedirəm kickboks oynayıram. Çünki kickboks uşaq oyuncağı deyil. O bir döyüş idman növüdür. Biz döyüşçüyük və ona görə də bütün azərkeşlər döyüş izləməyə gəlirlər, oyun izləməyə deyil. Çox dəhşi bir şey gözləmirəm biləsən. Eyni şeydə davam. Sadəcə stresli olacağını düşünürəm. Çünki qarşında duracaq rəqib elə belə rəqib deyil. Azərbaycanlıdır. Mənim döyüş haqqında heç bir deyəcək bir şeyim yoxdur. Hər şeyimi ringdə göstərəcəm. Böyük bir şey. Böyük bir qürur, böyük bir fəxr, böyük bir həyəcan. Yəni Azərbaycanımız, Azərbaycan xalqı bunu mənə layiq görmək istər və mən nə burada bayrağımı qaldırırsamsa mənim üçün olağanüstü bir qürurdur. Hər halda bildiyim qədərlə bir sadə olduğum üçündür. İstədiyim kimi hərəkət edirəm. Bir də onların sevdiyi döyüş tarzını döyüşürəm deyə düşünürəm. Buradan da Hollandalılara salam olsun. Bilsin necədir, döyüş mənim üçün bambaşqa bir şeydir. Mən döyüş üçün heç bir şeyimi qatmıram və mənim üçün heç bir fərq eləmir. Döyüşdür, mən gedib döyüşəcəm. Ailəmdir, evladımdır, başqa. Təbii ki də mənə enerji verir, təbii ki mənə pozitiv enerji verir. Amma mən döyüşümü tam başqa bir versiya ilə döyüşürəm. Tarixə düşmək istəmirəm. Mən tarixi yazmaq istəyirəm. Mənim yazdığım tarixə məndən sonra gələn idmançılar düşsün və bu da mənim üçün gözəl bir şeydir.